həddindən ziyadə bunun tam əksini deyim də, səbirli olanlar da var. Hansı ki, heç nə olmamış kimi bəzən davranırlar Aqil müəllim. Yəni elə bil sənin zolağına misal üçün girdi, elə çox rahatdır belə. Sən mənim haqqımda danışırsan. Siz mənim haqqımda danışırsınız. Məni heç nə özündən çıxartmır. Tələbələrimi də öyrədirəm ki, bilirsən necə deyirəm ki, Ceyhun, bax sən zolağıma daxil olur da. Adam var deyir, qoymaram, sürür. Hətta sual vermişəm, axı dəyər sənin maşının. Dəyər də, cəhənnəmə dəysin. Axı yol mənimdir. Tələbələrimə izah edirəm ki, bax girir, burax girsin. Bir fikirləş dərindən. Sənə nə lazımdır? Birinci olmaq, ondan qabaq olmaq, yoxsa evə sağ-salamat çatmaq. Deyir, evə sağ-salamat çatmaq. Deyirəm, onda burax getsin. Kim girir, burax. Özüm də buraxıram. Məqsədim nədir? Maşınıma dəyməsinlər. Maşındakı sərnişinlərə, tələbələrimə zərər olmasın. Özüm dəyəndən sonra istənilən qəza, istəyirsən günahkar ol, istəyirsən günahkar olma. Başın ağrıyacaq, vaxtın gedəcək ustalar. Sonra ustalar da yaxşı rəhnəməyəcəklər. Heç sənətsən ki, niyə rəng fərqliyi var? Deyir, Rus demişkən Tibet anada, yəni sənə bu lazımdırmı?